dedi ki, Bakıda istirahət etmək mümkün deyil. Məncə biz Toğrul'la əla istirahət eləməyə bacarıq. Ona görə bizə fərq yoxdur. Bakıdır, Şəkidir, hara olur olsun. Yəni əsas ikimiz bir yerdə olaq və bomba nastroyeniyamız olsun. Bu dəfə Bulvar Marriott otelə gəlmişik. Cəmi 2 günlük. Baxmayın ki 2 günlük gəlmişik. Özümlə dünya qədər yenə paltar gətirmişəm. Gələn kimi yenə hər şeyi öz yerinə qoyuram. Çünki mən səliqədən ötürü ürəyim gedir. Otelə yarım saatlıq da gəlsə özümə elə aparam. Elə bil ki ömrü boyu burada yaşamışam və öz evimə yenidən gəlmişəm. Nəysə otağımızı filan sizə göstərəndən sonra biz gedirik hara? Biz gedirik otelə izuçat eləməyə. Baxaq harda nə var, nə etməliyik. Biz bura gəlmişik ki çimək, biraz zaqar eləyək. Ona görə indi gedirik basseyn axtarmağa və əlbəttə ki spa. Spa kompleksi tapandan sonra giririk içəri, hər tərəfə baxırıq. Burada böyük basseyn var, zaqar üçün yer var, gym var. Bəli, bizim kimi idmançılar üçün hətta düşüb idmanla məşğul ola bilərsiniz. Baseynə qədər gedib çatırıq, amma nətər deyərlər, ana var, bacı var, ayıbdır, baseyni göstərə bilmirik. Zata gəlib qəşəngcə çimirik, zaqar eləyirik, təsəvvür bulvarın ortasına zaqar eləyirsən, əladır. Sonra gəlirik otağa, nahara. Ən sevindirən mən odur ki, burada sağlam menyu var və mən özümə uyğun istədiyim salatı sifariş elədim kino ilə, toyuqla bir yerdə. Sonra bütün oteli yaşıl çayımla gəzirəm. Yaşıl çay dediyimiz yox, bitki çayına mənə yaşıl çay olmaz. Gəlirik masaja. Hər yerdə, hər zaman Toğrul. Marağımdır deyə masaja. Bəli, Toğrulun bu masaj tumuşları trend olub artıq. Nəysə, Toğrulu masajdan sonra yuxudan oyadıram, gəlirəm otağa axşam yeməyinə hazırlaşma. Biraz çimirəm, saçımı klatqa eləyirəm, özümü gözəlləşdirirəm, makyaj filan beşməkan. Toğrula deyirəm ki, sən mənə biraz kənardan çək, əlbəttə o özün də çəkir və mütləq yeni qolbağını göstərir. Qaqam özünə vup qolbağı alıb da bütün axşam onun haqqında danışmışam. Yeni alınan qolbağımıza sevinmişik. Hətta Toğrul belə sizə burada sevinmə pozasını da göstərir. Ondan sonra gedirik restorana. Burada 3 dənə restoran var. Biz Greenhouse restoranına gedirik. Bu restorana dəfələrlə gəlmişəm. Yeməklər həddindən artıq dadlıdır, qəlyanlarını çox sevirəm. Nəsə belə gözəl gecə mənzərəsi ilə yuxuya gedirik və səhər tezdən dururuq. Nəyə? Səhər yeməyi. Dərd odur ki, mən sağlam qidalanmadayım. Ona görə çox az bir şey yedim, amma əla vaxt keçirdik.